Salam aleykum şeyx. Və aleykum salam rahmetullah. Şeyx, müsəlmanlar hansı səbəblərə görə firqələrinə bölünür? Elhamdülillah. Yəni firqələrə bölünməyin səbəbləri çoxdur. Çoxdur. Birinci, Allah və Rasulunun sözlərindən uzaqlaşmaq, bidətlərə düşmək, əsasdan uzaqlaşmaq, əsaslara müraciət eləməmək, sahabələrdən uzaqlaşmaq, sahabələrin yolunda alimlərdən uzaqlaşmaq, savadsızlıq, öz havasına, öz nəfsinə tabi olmaq, cahillik, ifrata varmaq və ya təfritə varmaq. Bu kimi səbəblər çoxdur. Bəli. Bildiyimiz kimi dində dost və düşmən anlayışı var. Bəs bu necə ayırd edilir? Yəni hansı xüsuslara görə dost, hansı xüsuslara görə düşmən götürmək olur? Bilirsiniz, əsas dost-düşmən məsələsi, əsas dost kimdir ki, la ilahe illallah deyən, la ilahe illallah deyən, əqidəsi düzgün olan, bunu dost seçirsiniz. Lakin o adamlar ki, məsələn, əqidəvə düşməndir, haqqa düşməndir, küfrü təsdiqləyəndir, o adamlara, o fikirlərə düşmən olursan. Sevmirsən, yəni o mənada. Düşmən o mənada yox ki, diyanginən, vurgun onu və ya güllələr, o mənada deyil. Yəni sevməmək, onların etiqadını təsdiqləməmək, o mənadadır. Yoxsa məsələn, Allah Subhanahu taala bizə icazə verib əhli kitabdan qız almağa. Əhli kitab onlar kafirdir. Lakin icazə verib almağa. Ola bilər indi sən qadın alasan əhli kitabdan, bir qadın kimi sevəsən onu. Sevəsən. Bu ona daxil deyil. Yəni orada söhbət gedir sevməmək, düşmən olmaq, yəni o mənada ki, onların əqidəsini sevməmək, əqidəsini təsdiqləməmək o mənadadır. Və ya valideyn ana kafirdir, başqa dindədir və ya ata. Lakin ana sevgisi qalıb, ata sevgisi qalıb. Sevə bilərsən. Amma onların dini sevməmək, onların etiqadını sevməmək, o mənadadır. Bəli.